Salam uşaqlar, deməli Can Valciyan mətninə aid olan sualların izahına baxacağıq. Birinci sualda deyir ki, mətnə əsasən aşağıdakı sözlərin mənasını verilmiş izahlarla uyğunlaşdırın. Xristiyan Katolik kilsəsində yüksək vəzifəli ruhaniyə müraciət. Nə idi bu? Monsenyor. Hə? Sonra ölkə daxilində və orada fəaliyyət göstərən polis, jandarmdır. Jandarm birincisi Monsenyor idi. Sürgün edilmiş cinayətkar üçün icbari iş yeri. Nə idi? Katorqa. Xristiyanlıqda ali ruhani rütbəsi yepiskop. B-də. İndi kim düz yazıbsa B-ni müqayisə edir mən dediyim düz cavabına. Səhv düz qoyacaq qabağına. Kontekstə əsasən mehmanxana sözünü izah edin. Daha sonra aşağıdakı sözlərin izahından istifadə edərək mehman sözünün mənasını müəyyənləşdirin. Mehmanxana uşaqlar qonaq evi deməkdir. Bax, xəstəxana xəstələrin müalicə olunduğu yerdir. Kitabxana ümumi istifadə üçün kitabların saxlandığı yerdir. Mehmanxana da qonaqların qalacağı evdir. Qıraqdan gələn qonaqların yaşamağı üçün, gecələməsi üçün olan yer. Mehman sözünün də mənası deməli nə deməkdir? Qonaq deməkdir. Sizcə xana şəkilsi qoşulduğu sözü hansı mənanı verir? Xana şəkilsi qoşulduğu sözü deməli məkan, bina, idarə, təşkilat anlamı verir həmin sözə, hansı sözə qoşulsa. 2A-ya baxaq. Nə üçün mehmanxana sahibi sarı pasport olan Can Valciyana yer vermədi? Siz də sarı pasport nədir? Onun dustaq olduğunu başa düşdü. Sarı pasport dustaqlara verilir. Ona görə onu qəbul eləmədi. Başa düşdü ki, o dustaq olub. Əsirdir, sürgündür. Mətnin birinci abzasını Can Valciyanın təsvirini oxuyun. Bu sizdə hansı obraz haqqında hansı təəssüratı yaratdı? Baxın, Can Valciyan haqqında burada deyir. Şəhərin küçələrlə bir qərb yolu çatdırmalı idi. Hamı ona təşviflə baxırdı. Orta boylu, enli, kürəkli, qüvvətli bir adam idi. 45-46 yaşı olardı. Baxışından sərtlik, cəsarət və yorğunluq yağırdı. Üzü günəşdən qaralmış, sinində köhnə çanta var idi. Biz artıq elə bu mətnin təsvirindən, mətndə Can Valciyanın təsvirindən gördük ki, o əziyyət çəkən, yəni rahatlıq görməmiş bir adamdır. Həqiqətən də mətnin gedişindən də bizə məlum olur ki, o dustaqdır, sürgündə olub, əziyyətlər çəkib. Belə bu mətnin girişində bizdə onun haqqında təəssüratlar yaradır. Hər kəs buna öz fikrini də deyə bilər, açıq sualdır bu. C-də cənab Miriel haqqında nə deyə bilərsiniz? Onun zahir görünüşünü təsvir edin. Kiçik mətn yazın. Cənab Miriel uşaqlar, bax, şəhərin yepiskopu idi, xeyirxah adam idi. Evinə gələn heç kəsi geri qaytarmırdı. Hər kəsə yaxşılıq edirdi. Bütün şəhər onun necə alicənab, açıq ürəkli, böyük bir insan olduğundan danışırdı. Onun zahir görünüşü haqqında təsvir eləyin deyir. Yəni, siz özünüzdən, siz beyninizdən, yəni təxəyyülünüzdən o tipdə, o danışıqda, o tərzdə bir insanın necə görünüşə sahib olacağını özünüz qurub qeyd edəcəksiniz. Bunun cavabını mən demirəm. C-yə baxaq. Sizcə Can Valciyan cənab Mirielin etimadını doğruldacaqmı? Təxəyyülünüzə əsasən hadisələrin davamına bağlı mətn yazın. Baxın, Mirielin etimadı nə idi? O jandarmlar gətirir Can Valciyanın, deyirlər, o gümüşləri sən uğramısan. Amma məlum olur ki, həqiqətən də cənab Miriel özü olar ona verib ki, deyib bu gümüşləri namuslu bir adam olmaq üçün sərf elə. Get saat, elə işlər görür ki, bundan sonra artıq namusda həyat edir, oğurluq eləmə. Yəni, indi siz nə düşünürsünüz? Sizcə bundan sonra Can Valciyan həqiqətən də düzgün həyat, namuslu həyat yaşayacaq, yenə də yoxsa uğurluğa məşğul olacaq. Biz bunu dinləmə mətnini dinləyəndən sonra görürük ki, həqiqətən də yox. Can Valciyan düzgün həyat yaşayır. O, Mirielin etimadını doğruldacaq. Siz də buna öz əlavə fikirlərinizi qeyd edib, yenidən yaza bilərsiniz. Dinləmə mətninə qulaq asırıq. Burada da Madlen bilirik ki, Can Valciyandır. Əslində, o gəlir o jandarmlar onu bıraxandan sonra o şəhərdə artıq yaşamalı olur. Çünki bir kapitanın evi yanırmış. O girib onun uşaqlarını xilas edəndə onun bütün sənədləri yanır. O burada yaşamalı olur artıq. Ona görə burada onu da Madlen kimi tanıyırlar. Amma əslində Madlen kimdir? Can Valciyandır. İndi deyir,
Sizcə hamının Madlen kimi tanıdığı şəxs əslində kimdir dediyi Can Valcandır. Uyğun epizodları istinad etməklə cavabınızı əsaslandırın. O deyir, çox böyük tanınmış bir adam olur. Və axırda o Miriel vəfat edəndən sonra deyirlər ki, sən niyə ona bu qədər üzüldün? Deyir, mən əvvəl onun yanında çalışmışam. Yəni, buradan bizə məlum olur ki, bu həqiqətən də Can Valcanlıdır. Sonra Madlen ki, hər zaman tərəfindən nə üçün sevildi? Nə üçün sevildi? Çünki o çox açıq ürəkli biridir, hər kəsi işə götürür, qızlar üçün iki məktəb tikdirir, fəhlələr üçün, qocalar üçün pulsuz aptek açdırıb və s. Sizcə B-də deyir. Sizcə Can Valcanın uğur qazanmasında hansı hadisə böyük rol oynadı? Seçimimizi əsaslandırır. Uğur qazanmasında hansı hadisə rol oynadı? O jandarmlar onu tutub gətirirlər Miriel'in evinə. Miriel isə onu pis vəziyyətdən çıxarır və ona gümüş qablarını həqiqətən də verdiyini və bunları da öz namuslu həyatı yaşamaq üçün sərf eləməyini istəyir. Bundan sonra onun həyatında dönüş olur. Cənab Miriel onun səhvini bağışlayır və ona inandığını söyləyir. Yanında sənədləri, yəni sarı pasportu yanır, yeni adla həyata devam edir. Təbii ki, Miriel'in onun səhvini bağışlayıb ona inandığını söyləməsi. Əsaslandırdı bunu da. C-də Cənab Miriel ilə tanışlıqdan əvvəl və sonraki Can Valcanı müqayisə edin. Cənab Miriel'dən əvvəlki Can Valcan oğurluğuna məşğul olan quldur kimi tanınan biriydi. Amma Cənab Miriel'dən sonraki Can Valcan, bax, dinləmə mətnində deyir ya, hər kəs tərəfindən xeyirxah insan kimi tanınır. Hər kəsi işə götürür. Onlardan hisslərindən sadəcə vicdanlı olmağını istəyir. Xəstəxanalar tikdirir, apteklər astırır, məktəblər astırır. Yəni, aralarında bu fərq var. Quldurdan xeyriyyəti birinə çevrilir. C-də aşağıdakı aforizmin mətnin əsas ideyasıyla əlaqələndirin, öz fikrinizi genişləndirib şərh edin. İnsanı inkişaf etdirən, tərbiyələndirən yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd olaraq yaşadığı cəmiyyətin övladıdır. Bax, bunu necə mətnlərə əlaqələndirirsiniz? Bir-iki cümlə mən deyəcəm, davamını siz yazacaqsınız. Deyir, insanı inkişaf etdirən, tərbiyələndirən yaşadığı cəmiyyət və mühitdir. Yaşadığı cəmiyyət... Yatsan... Cənab Miriel yepiskop var. Onun aurası, onun deyək ki, şəhərində olan qayda qanun, onun insanpərvərliyi bir qulduru xeyriyyəti bir insana çevirir. Yəni, Can Valcan quldur idi, ondan sonra xeyriyyəti biri olur. Deməli, cəmiyyət, mühit insanı belə dəyişə bilər. Siz də, artıq mən buna tam geniş cavabı vermirəm, açıq sualdır. Siz öz təxəyyülünüzü inkişaf etdirib, siz də bunun haqqında öz fikirlərinizi yazın. 4A-da aşağıdakı təlimat əsasın hekayə yazın. Bunu öz yazdaq, şu alır. Təsəvvür edin ki, hekayənin qəhrəmanı səhv etmiş, lakin sonradan səhvini anlayıb dəyişmək istəyən bir şəxsdir. Girişi necə verəcəksiniz? Obrazları təqdim edəcəksiniz, yəni əsərdə bu obrazlarım olacaq. Hadisələrin baş verdiyi yeri təsvir edəcəksin. Məsələn, hadisələr 2020-ci ildə Bakı şəhərində baş verir. Məsələn, əsas hissədə qəhrəmanın dəyişməsində səbəb olan hadisəni təsvir edəcəksən. Yəni, əsas qəhrəmanın adı deyək ki, məsələn, deyək ki, Qulaməlidir. İndi Qulaməli hansı hadisədən sonra, həyatında hansı hadisə baş verir, deyək ki, o filan insandan başqa bir insana çevrilir. Sonluqda da qəhrəmanın talihində dəyişikliyi təsvir edəcəksin. Yəni, bu necə biri idi, artıq necə birinə çevrilir. 2 Samitin uşaqlar yazılışı ilə bağlı olan bu 3 qrammatik qaydaya baxaq. Diqqət yetirin. Deməli deyil, verilmiş söz və söz birləşmələrini səsləndirin. 2 hərfinin tələffüzünə diqqət edin. Baxaq. Kobud burada tələffüzdə də 2 ilə olacaq. Sakit tələffüzdə də 2 ilə olacaq. Diktor tələffüzdə K olur. 2-nin üstündə X işləyirik, yəni. X işləyirik, nədir? 2-nin üstündə işləyirik. Sonra komanda burada da K-dır. Hiccə. Hiccə. Deməli, tələffüzdə bu ikinci K, C kimi tələffüz olunur. Sürüşkən C kimi tələffüz olunur. Yemək masası, yemək masası. Bu X işləyirik olur. Xörək çəkmək, xörək çəkmək. Bu da X işləyirik olur. Xörəkin K-sı. Liderlik etmək, liderlik etmək. Y-yə çevrilir.
çevrilir. Ürək ağrısı, ürək ağrısı y-yə çevrilir. Ç hərfi uşaqlar yadda saxla hissəsinə diqqət edir. Ç hərfi işləndiyi sözdən asılı olaraq müxtəlif səslər ifadə edə bilər. Ç-ni ifadə edə bilər kitab, təbrik. K-ni ifadə edə bilər kosmos, park. C ola bilər bitki, ötkəm. Xışdırıq olar məhdub, çörək. Xışdırıq samit ilə bitən sözlərlə saat ilə başlanan söz əlavə etdikdə bu samit y kimi səslənir. Məsələn, çiçək ətri saat deyə çiçək ətri olub. Kəşkilik otu 2-dən sonra o saati gəlib kəşkilik otu olub. Verilmiş sözləri orfoepik normalara uyğun yazmaqla cədvəl üzrə qruplaşdırın. Demək, orfoepik norma nədir? Sözlərin uşaqlar düzgün tələffüsü. Baxın, sözün düzgün tələffüsü bu transkripsiya işarəsinin içərisində verilir. İndi hansılar burada nəyinə verilib? K-la. K-la olanları bunun altına yazacaqsınız. Əmlak K-la olanları bunun altına yazacaqsınız. Dilə xışdırıqla olanları bunun altına yazacaqsınız. Pişik otu y-la olanları, y-la tələffüs olanları buradan. Sürtükü g-la tələffüs olanları buradan. Bax, kələm K-landır, buradan yazırıq. Sonra üzük K-landır, buradan yazırıq. Konsert K-landır, buradan yazırıq. Çiçək xışdırıqdır, buradan yazırıq. Ləçək xışdırıqdır, buradan yazırıq. Keçi K-dır, buradan yazırıq. Əmlakın altından. Tank kompotun altından yazırıq. Döşək otu, döşək üzü K-dan sonra saat gəlib də y-yə çevrilir. Pişik otunun altından yazırıq. Seçki K-yə keçir deyə buradan yazırıq. Sütükünün altından. Konfet kompotun altından yazırıq. Kəndir əmlakın altından yazırıq. Səpki sütükünün altından yazırıq. C-yə keçir. Kağız K-dır, əmlakın altından yazırıq. Bilək xışdırıqın altından yazırıq. İtki sütükünün altından yazırıq. C-dir. Kapitan kompotun altından yazırıq. Ürək açan saat gəlib deyə y olur. Pişik otunun altından. Ürək açan belə tələffüz olunur. Pişik otunun altına yazırıq. Kirpi əmlakın altına yazırıq. K-dır. Kaktus kompotun altına yazırıq. K-dır. Çörək otu saat gəlib deyə y-yə keçir. Pişik otunun altına yazırıq. Örnək, örnək. Xışdırıq diləyin altına yazırıq. Sonra nə verib bu yadda saxladı? Xışdırıq samiti ilə bitən sözlərə saat ilə başa şəkil çartdı. K-yə əvəzlənməsi baş verir. Məsələn, ürək, ürək xışdırıqdır. Amma saati gəldiyinə ürəyə olub. Ürəyə yox, ürəyə. Xışdırıq y-yə keçib. Təbrik deyilə. Artıq burada təbrik sözü təbrik kimi yazılır, təbrik kimi tələffüz olunur. Yəni, xışdırıqa keçimi yoxdur. Ona görə buna saat ilə başlayan şəkilçi artıranda da yenə də k-yə keçmir. Təbriyə olmur. Elə təbrikə kimi də qalır. C-də deyir, nöqtələr yerinə uyğun hərfi yazmaqla cümləni köçürün. Bəli, bəli. Səidə çiçəkləri k, dipçəyə y qoydu. Ananın deməli tədbirdə iştirakı, burada k yazacağıq, hamını kövrəltdi. Arı qızılgülün ləçəyinə y qondu. Hamı alqışlarla bu təbrikə k, təbrikə qoşuldu. Atası nəyi? Maliki k, üzgüçülüyə y yazdırdı. Bacısı mələyin y, köynəyini yenə də y ütülədi. Bu qədər uşaqlar gələn dərslərimizdə görüşənə qədər.